Saat 10'da Kökaltı F1'de. Dostlar, Kökaltı söhbətin vaxtıdır və indi bura mən böyük məmnuniyyətlə bir aktyoru dəvət edəcəm. O da Anar Heybətovdur. Onun bir çox filmlərdən tanışırıq. Məsələn, mənim ən çox yadda qalan filmdə obrazı Anarın. Bu da Yaddaş filmindən idi. Amma hər halda gəlin bugün kino barədə danışacaq, aktyorluq barədə. Hamısı burada Kökaltında. Anar Heybətov. Axşamınız xeyir olsun Anar, xoş gəlmişsiniz Kökaltına, amma o dəqiqə görünür ki, müğənni deyilsiniz. Mikrofonu götürməlisiniz mütləq. Hansını istəyirsiniz? Bir dəqiqə, onu götürdünüz artıq. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Nə var, nə yox, işləriniz necədir? Şükür Allah. Elə ilk sualım belədir, ümumiyyətlə, siz andan gəlmə aktyorsunuz, yoxsa 8-ci sinifdən sonra? Asto, sualdır. Nə bilim, yəqin anadan gəlmə olar da. Yəni, siz dünya gələn kimi həkim baxdı, dedi, bu uşaq aktör olacaq. Aparım o teatra. Mən ümumiyyətlə, yəni belə təsadüfi gəlməmişəm necə sənətlə. Mən uşaqlıqdan Bülbül adına Orta İxtisas Musiqi məktəbində oxumuşam. 11 il nə oldu sizə? Davam edin. Yox, sadəcə dediniz, təsadüfi gəlməmişsiniz sənədə. Xalq Sağarətləri şöbəsinin tar sinifini bitirmişəm. 11 illik musiqi savadım var və oranı bitirəndən sonra İncəsənət Universitetində biz o vaxt məktəb vaxtlarında bu yeni illərdə, Novruz şənliklərində məktəbdə biz aktiv zalda özümüz tamaşaları düzəldirdik məktəb illərində. Bizim bir müəllimimiz var, Cəbirəndəsə müəllimimiz Zərifə xanım. O həmişə mənə dedi ki, sən Ulusu bu musiqini qoy qırağa ged, aktyorluqla məşğul ol. Mən də nədənsə ona qulaq astım elə bil. Sonra da teatrda işləyirəm. Amma müğənnilə gedir, siz xeyr ol aktyorluğa getmişsiniz. Harada teatr əfsədi müğənniliyi, mən də gedim ora. Anar Heybətov, Azərbaycanda ümumiyyətlə aktyorlar necə ad çıxardırlar? İfa elədiyi rollarla mən belə bilirəm. Ümumiyyətlə, son 10 ilin hansı bir möhtəşəm aktyorunu siz aktyor olaraq, dörd sahəsini daha yaxşı bilirsiniz də, çəkə bilərsiniz adını? Yoxsa desək, yox, mən hamıya hörmətim var, ad çəkmək istəmirəm. Hamıya hörmətim var, bu təbii, amma son 10 ildə nəinki mən elə gəlir, hər hansı bir tamaşaçı normal bir 5-10 aktyor adı çəkə bilər. Misal üçün onlardan biri Fuad Poladov, Bəsli xanım Cəfərova, Nurəddin Mehtixanlı, Ramiz Novruzov və ola bilər kimsə yadımdan çıxar. Siz artıq çoxdan ötən əsrdən məşhur olan şəxslərin adını çəkirsiniz. Mən bu Maladoylardan deyirəm. Hə, cavanlardan danışırıq. Siz o dehtlərin artıq adını çəkirsiniz, bəli. Cavanlardan Anar Heybətov. Və Anar Heybətov. Heybətov Anar. Aha. Bir də yenə Anar Heybətov. Yenə Anar Heybətov. Əziz dostlar, mən bura gələndə belə təvazökarlıq havasına gəldim. Mən indi başa düşüm. Bugün beynəlxalq təvazökarlıq günü deyil. Yox, üçə qalıb. Qardaş, saatınız yatıb, saat artıq onu keçir. Yox, səhər durub mənim saatım. 10-da mənimlə bir yerdə durub. Anar, aktyorluq qabiliyyətindən həyatda istifadə elədiyiniz vaxtlar olubmu? Bir neçə dəfə olub, hə. Məsələn, ən yadda qalan hansıdır? Deyin sizə, xalq baxır, xalq da bilmək istəyir. Yəni, bir necə olub. Bilirsən, yolda dövlət yol polisi saxlayır. Doğrudan sağ olsunlar, çoxları incəsənətə hörmətləri olduğundan hörmət eləyirlər bizə. Hətta taxsirimiz olduğu anda da belə hörmət eləyirlər, sağ olsunlar. Bir də eləsi olur ki, baxırsan ki, maşallah səndən yaxşı artistlik eləyir. Hə, küçədə oynayır, özünü təqdim eləməlidir, hamısını eləyir, sağ olsun. Və qalan danışdığı şeyləri görürsən ki, özü də oynayır, sən də məcbursan oynayasan. Nə oynayırsın, oynamağı xoşlayırsın? Tərəkəmə oynayırıq, Qoçaylı oynayırıq. Yəni, ən çox xoşladığım Xan Çobanıdır. Klas xoşlayırsınız oynamaq? Nərd xoşlayıram. Yeri gəlmişkən, siz yol polisində deyirsiniz də, indi arada ünsiyyətdə olursunuz da. Bir dəfə soruşmamışsınız, mən də çox maraqlıdır. Nəyə görə yol polisi birdən-birə, oturumuzdan birdən belə elə. Saxla! O dəqiqə qışqırmağı bilmirsiniz o nədəndir ümumiyyətlə? Bəlkə aktyorluq qabiliyyəti pis olanları işə gətirirlər. Ola bilsin, onun nəziri var, o kimdirsə. Səsləri yoxdur, boğaz tellərində problem var. Bilmirəm, elə nöşə eləyirlər ki, olar. Siz bilmirsiniz onu? O, yəqin, naruşen qaydaları pozanda eləyirlər, yoxsa öz başına da eləyirlər, dayandıqları yerdə. Onu mən bilmirəm, ona görə mən onu bilmək istəyirəm. Psixoloqa da hətta müraciət eləmişəm, mənə başa salmayıblar. Kimindir daha çox aktyordanlar? Müğənnilər, siyasətçilər, yoxsa elə aktyorlar? Yazıq aktyorlara vaxt qalmır. Aktyorluğa. Bəs müğənnilərlə siyasətçilər?
Siyasətçilər belə bir deyə bilmərəm çünki heç məşğul olmuram. Amma müğənnilər sağ olsunlar. Yaxşı artistik qabiliyyətləri var. Artistik qabiliyyəti var. Ən böyük Azərbaycanın belə səhnəmizin əjdaha artisti kimdir? Əjdaha Nadirə deyirsiniz də, bəməm, hə? Yox, Nadirə, əjdaha adətən Nadir deyirlər, bəli. Yer gəlmişkən deyirlər ki, məsələn, 2012-ci Nadir ilidir, belə addır. Mən də Nadir elindən, hə? Və Anar bəy, bir sualım var. Axırıncı dəfə harada çəkilmişsiniz? Axırıncı dəfə bizim teatrda tərəzi var, onun üstündə çıxdım, çəkildim. Allah. Bundan başqa bəs harada çəkilmişsiniz? Mənim bir rəssam dostum var, onun emalatxanasında. Sizə çəkmə imkanı verilsəydi, nə çəkərdiniz? Mən naborot tərgizərdim, çəkməzdim. Tərgizərdiniz. Anar, deyil zəhmət olmasa, şəhərə çıxanda sizi tanıyırlar. Aha, tanıyırlar. Nə deyirlər? Salam göndərdilər sizə. Mənə salam göndərdilər. Aydındır və avtograf istəyirlər. Olanda olur, şəkil də çəkdirirlər. Şəkil də çəkdirirlər. Pul da istəyən olur, belə çox olur. Pul istəyən olur, elə şey olur. Yəni pulun üstündə... Yox, olmur, üstümdə pul olmur, amma istəyirlər də. Azərbaycan aktyoruna nə mane olur? Azərbaycan aktyoruna heç nə bu saat mane olmur, çünki bu saat hər bir şərait var Azərbaycan aktyoru üçün. Yəni televiziyalarda da, elə teatrlarda da. Azərbaycan aktyoruna yalnız özü mane ola bilər. Deyin, ümumiyyətlə, aktyorluqla hara qədər getmək mümkündür? Biz bu yaxınlarda Tiflisə getmişdik beynəlxalq festivala. Niyə güldünüz belə? Çox gülməlisiniz festival. Hə, yəni çox elə də uzaq deyildi, ona görə güldüm, amma uzaqlara da getmək olar. İndi dəvət eləsələr belə məmnuniyyətlə gedərik. Anar, yeri gəlmişkən bizim tamaşaçılar da suallar verirlər qonaqlarımıza. Sizə indi 2 dənə sual ünvanlanacaq. Gəlin ekrana, diqqəti yönəldək. Çox çətindir mən sizə deyim Anar Heybətovla danışmaq. Çox hazır cavabdır və mən çox şadım. Faiq Şabanov, Qaradəniz zəncilər üçündür. Qaradəniz zəncilər üçündür, belədir sual, hə? Bəli. Qaradərilər üçündür, Qaradəniz. Bəli, Afro-Amerikalılar üçün məsələn. Deyərsə ona həri. Hər. Qardaş, Anar Heybətov dedi ki, bəli, həri. İkinci sual. Rusla Afrikalı ailə qursalar, onların övladları nə rəngdə olar? Bu Qaradəniz silsiləsindən sual idi. Mənim mikrofonum rəngi. Anar, deyin, bir dənə ümumiyyətlə ilhammələrə necə münasibət bəsləyirsiniz? Yəni ilham pərisi gəlir adamı, onlardan danışsınız. Onlar barədə də olar. Kimin üçünsə ilham pərisidir. Normal. Normal. Yəni İlhami Qasımov indi gəlsə burada oxub eləsə otursa sizə maneçilik olmayacaq? Heç bir maneçilik olmaz. Hə? Xoş gəlir. İlhami Qasımov mən bura dəvət edim dostlar və kökaltı söhbətlərimiz indi davam edəcək. Mr. Director,
İlham, axşamınız xeyir olsun. Necəsiniz? Xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür edirəm. Elə ilk sualım indi bir çoxları deyəcək. Abaş, o nə mahnıda oxuyursan? Bütün aktyor və artistlərin arzusudur da. Belə Mahnı oxumaq. mahnının sözləri. Aha, ümumiyyətlə nə barədir? Orada elə sözlər eşitdim, burada nəsə belə. Nə Orada yaxşı, bir mən o söz dili eşitdiniz, bilmirəm. yəni o mənanı vermir. Sadəcə olaraq yəni rejissora, aktrisa və yaxud müğənni deyir ki, mən səhnədə hazıram, tam hazıram. Hansı ssenari olursa, onu oynamağa hazıram yəni. Hə, o mənada hazırdır. Aydındır, aydındır. Yəni yenə də o da hər şeyi cəm eləyir də, onu da başa Yoxsa biabırçılıq vallahi. İnanırsınız, utanmırsınız, axından ayrı gedirsiniz. Utanıram, çox utanıram. Ona görə arıqlayıb ət tökmüşəm. Elədir, qərb yönlü mahnılar oxuyursunuz. Ayıb deyil sizə. Axı siz Azərbaycanlısınız. Yalnız Azərbaycan mahnıları. Yalnız Azərbaycan çərçivəsində uzağı korporativ və yaxud deməli bulvardakı konsertdə, ən belə də toyda ad günündə. Bilirsiniz, məsələ orasındadır ki, Gülməyin. məni bu qəbul eləmədilər də, ona görə neyim çarəsiz Kimin qalıb qəbuluna getdim. yazılmışsınız, qəbul eləmədilər? Yəni, buradakı, deyək ki, o tədbirlər, o korporativlar. Ona görə məcbur oldum ki, çarəsiz qaldığım üçün. Niyə sizi siz qərbə müraciət edərək sizi burada qərib saldılar? Qərib salmadılar. Bilirsiniz, burada çox bizim gözəl müğənnilərimiz var. Yəni, onların yanında mən biraz kölgədəyəm ona görə. Yəni, hələ ora çatmamışam. Yəni, çox kökdülər, kölgədə qalırsınız. Yox, çox professional müğənnilərimiz var ki, hələ kölgədəyəm yanlarında. Anar, siz belə cavanların belə ümumi axından azıb belə qərbə tərəf istiqamət götürmüsünə necə münasibət bəsləyirsiniz bir ağsaqqal kimi? Çox sağ olun, minnətdaram sizə. Bəli, mən razıyam Anar Heydətovun fikirləri ilə, əziz dostlar. Çox dəyərli bir fikir idi. Toyda oxumaq necə? Yaxşı, bu veterlərə sizi dəvət eləmirlər, veterni paltarlar. Və toy? Elə toy ondan betərdi ki. Nə danışırsınız? Yəni, bulvarda konsertdə oxumaq daha asandır, nəinki toyda. Əlbəttə, bulvarda fonogramma oxuyursan, yəni hər şey oxuya bilərsən. Toyda da yaxşıdır, fonogramma qoy heç kəsin vecinə deyil. Yox, bilirsiniz, toyda oxuyum, onu istəyirsiniz. Mən bir dənə o qalmışdı ki, xəbərlərdə ki, mən toyda döyüldüm, çıxdım. Estağfurullah. Yəni, öyle problemlər yarana bilər. Yəni, Axı mən qərbə artıq getmişsiniz, siz Azərbaycan toylarını da bəyənmirsiniz. Görürsünüz cəmaat, görürsünüz, görün. Ümumiyyətlə, estağfurullah, bəyənmirəm, yoxu toylar məni bəyənmir. toylar da sizi bəyənmir. Bəli. Anar, niyə toylar bəyənmir? Bəlkə siz bilərsiniz, İlham, niyə toylar bəyənmir? Bilmirəm, indi ola bilsin İlham xanımın repertuarında toy mahnıları yoxdur, ona görə onu dəvət eləmirlər. Amma qaldı ki, ifa elədiyi mahnılardan bu son zamanlar toylarda dəb düşüb, bir yarım saat o diskoteka eləyirlər toylarda. Yəqin onun repertuarında elə mahnılardır. O da ki, nəyə çağırsınlar, diskdə havaya qoyur, ora xotlayır, oxuyurlar, oynayırlar. Siz də qərb inteqrasiya fikri sizdə nə vaxtdan yanıb belə? Ümumiyyətlə, danışmağı öyrənəndən sonra mamam biraz şübhə ilə baxırdı mənə ki, mən onların uşaqıyam ya yox. Neçə yaşından? 4 yaşından yəni başlayaraq rəqs eləməyə falan, mahnı oxumaq başlayan, evdə mahnı oxumağa başlayanda deyilənə görə yaş yarımdan sonra belə. Yaş yarımdan. Artıq aksentlə danışırdınız. Ayıbdır ki, talış aksenti ilə. Aha, talış aksenti. Amma belə deyəm, yox, qərb tərəfə, indi mən demirəm cənub yönündə, indi qərbə tərəf, bəli. Sizdə olur adətən belə xaricə gedirsiniz və yaxud burada xarici görəndə, məsələn, xarici Azərbaycan dilində danışıram, amma siz də mütləq deyirsiniz, okay, I understand səni, başa düşmək bilirsiniz, yəni danışığı itirmək Siz mənə indi gülə bilərsiniz, amma elə mənim danışığım elədir. Bəzi sözlər olur ki, rusca işlədirik. Rusca, o yeni maqupa verir, nə danışırsınız? Da, Çesna, bəs ümumiyyətlə, niyə isə rusca? Yəni, siz demək istəyirsiniz ki, siz şəhər qızısınız. Yox, mən kənd qızıyam, necə mənsə. Sadəcə olaraq... Kənd qızı, əsl kənd qızı, əziz dostlar, indi belədir. Gerçək, baxın, belə kənd qızı gəlib, burada əyləşib, əməlli baxdı. Elə ən dahilər kənddən, dağ başında olan, yaşayan insanlar oradan çıxıb həmişə. Niyə görə siz Nizaminin, Nəsiminin, Moşu demişkən, bəli deyil. Bəli. Deyin, İlham
İlhamənin qərbə üst tutması sizcə Azərbaycan şou biznesinə hansı fəsadları və yaxud da hansı bir töhfəni verə bilər? Özü ki bayağı deyir, məndən professionallar Yəni var. kəndinə Mən onların qayıdandan sonra. inşallah ki kölgələrində qalıram deyir. Məndən professionallar var. İnşallah yəqin qaydar elə onların yanında, onlarla çiyin-bəçiyin və yaxud onlardan artıq çıxışlar eləyər. Allah eləməmiş ki olmasa onun yeri görsənər. İndi də görsənir ha. Amma yəqin özü-özünə Uverin Azərbaycan necədir? Bax ondan olsa, hə, bax gələr. Görürsünüz, bizdə inamlı və əmin. Tək mən rus qəzetini deyiləm. Rus qəzetində Görürsünüz. Bugün ümumiyyətlə bizə ruski vetirdi əziz dostlar. Anar, yeri gəlmişkən İlhamə gedir Almaniya, Nemeslərin yanına biabırçılıqdır. Nemeslər vaxtilə dəhşətdir. Nemeslər kimi mədəni xalq var bu ya. Onu mən bilmirəm, amma hər halda indi... Nə bilim, mən gözümü asandan elə işləyirəm ki, Nemeslər... Sizin də Amerika dəvət eləsələr, İlhamin də Almaniyada oxuyur eləyirindi. Sizin də Amerika dəvət eləsələr, filmləri gedərsiniz. Biabır oldu da, niyə dillərini bilmirəm, geri sizi də aparım. Azərbaycan şou biznesində qazanılan pullarla hara getmək olar? Məsələn... Uzağa apteka. Bəli. İlhamə Qasımova nə fikirləşir? Mən də ən uzağı aptekdən əgər deyək ki, qanararı fikirləşsəm, biraz səs yazma studiyasına qədər gedə bilərəm, ondan o yana yox. Ondan o tərəfə ya? Yox, xeyr. Bacı, Yan-bayanda aptekin yanındadır səs yazma studiyası. Hətta o klip çəkilən, deyək ki, video çəkilən studiyalara belə gedə bilmərəm. Bacın dayı olmasını soruşmaq yaxşı. Apteka tərəf də oradakı səs yazma. Almaniya nə ilə gedib çıxmısan? Almaniyaya onların hesabına gedirəm də. Onların kimlərin? Bəli, yəni oradakı şirkətin hesabına. Oradakı şirkətin hesabına. Açıqlayın. Bizdə xoşdular qeybət qırmağı deyil. Biraz dərinə gedin və salam, cəmatın ki, söhbət deyirəm, açıqlayıram. Hansı ki, o şirkətin adı 24/7 Music, yəni 2.7 müzik şirkətidir. O şirkətlə mən müqaviləm var. Hansı ki, öhdəliklərini götürürlər öz üzərlərinə və bütün xərcləri ödəyirlər. Sizə badalaq vurmaq istəmirlər? Yox. O qədər xərc çəkib də belə badalaq qurmaq heç kimə sərf eləməzdi. Bəs demirlər, onun vətəndaşlığı əlindən almaq lazımdır, o satqındır. Var yox, elə şey olmayıb. Əstağfurullah, mən heç vaxt satqınlıq eləməmişəm. Heç kimə də arzulamıram satqınlıq. Necə yəni satqın? Siz Azərbaycan şou biznesinə artıq görürsünüz anar. Şou biznesə satqınlıq eləmişəm, hə, o ayrı şeydir, ola bilər. Nədir ki o ayrı şey? Şou biznes ayrı şeydir. Şou biznesdə olan bütün insanlar elə öz başına gərək satqın olasan ki, şou biznesin içində dayana biləsən. Olmasan nə olar ki? Siz nə danışırsınız? Mən indi başa düşdüm ki, əziz dostlar, satqın yox, şou biznesdə batmamaq üçün nə olmaq lazımdır? Çox sağ olun. Cümlənizdən siz bundan sonra istəsəniz də ora qayıda bilməyəcəksiniz artıq. Ay. Hörmətli Azərbaycan şou biznes nümayəndələri, bu insan satqındır, bariz nümunədir. Siz nəyə görə, bax, məsələn, Nadir Qafarzadəylə yox, Cavanşir Məmmədovla yox, duet oxumursunuz? Gedib o boyda Eugene, hansı ki, Rio qrupu ilə əziz dostlar, cəmi dünya ölkələrinin çartlarını Animal mahnısının son həftələrdə dağıdır. Siz nəyə görə gedib o Eugene-lə bir dənə Afro-Amerikalı rapperlə duet oxumursunuz? Utanmırsınız siz? Utanıram, vallahi utanıram. Görürsünüz necə qızar. Yanınızda dubortlu kostyumda Cavanşir Məmmədov dayanmalıdır. Başa siz Azərbaycanı təmsil edirsiniz. Çox utanıram. Ona görə də o klip elə burada elə çox gec yayımlandı. Utandığıma görə yəni. Gec yayımlanır? Gec yayımlanır. Gec. Burada deyirlər bir qarışıqlığı yaraşdırar bəli. Anar, ümumiyyətlə deyin, İlhamə Qasımova indi yavaş-yavaş Almaniyanı fəth eləməklə məşğuldur. Orada çatlarda da mahnıları, xüsusilə Eugene-lə axırıncı mahnısı Flying, bəli, uçuş haqqında. Tez uçursunuz Eugene-lə? Bəli. Necə xoşunuza gəlir? Polislə problem olmuyor? Xeyr. Aydındır. Ümumiyyətlə deyin, bu tendensiya bizim qızların gedib orada Afrikalı deməli rapperlərlə mahnı oxuması və s. və axır. Bu Azərbaycanın mədəniyyətindən mən dərinə getməliyəm də yavaş-yavaş biraz bəli mütləq. Azərbaycanın mədəniyyətinə hansı bir zərbəni vura bilər? Belə bir gənclərin artıq peyda olması. Bundan başqa mən elə sorsam 100% bu səhərdən axşama kim Facebookda oturur? Bəli. Mən dedim axı əziz dostlar, bu hələ Facebookda da oturur. Ümumiyyətlə necə fikirləşirsiniz? Azərbaycan gəncliyinə, Azərbaycan gənclərinə bu nə nümunə ola bilər? Burada nəyə pisdir ki, Azərbaycanlı gedir orada bilirsiniz mən bunu. Bu pisdir. Bəli, sizin üçün ümumiyyətlə pisdir. Orta statistik Azərbaycan deyəcək ki, bu pisdir. Nəyə görə pisdir heç kim başa salmır? Bu pisdir. Yox, pisdir. Bu çox pisdir. Mən elə fikirləşmirəm. Niyə? Çıxım gedeyim, oturum.
İlham, doğrudan sizə Azərbaycanda çətin deyil ki, yəni sizi başa düşməmək. Yəni deyirlər ki, hə, nəyə görə siz türk mahnıları kimi üzr istəyirəm, ağlamırsınız, məsələn, orada. Doğrudan bu yaxınlarda bir türk mahnısına qulaq astım. Cümə axşam mahnılarını oxuyur. Mən şokdaydım sadəcə və bizdə bəzi müğənnilər o mahnıları da götürüb ağlaya-ağlaya oxuyurlar. Nəyə görə siz türk mahnılarını belə ağlaya-ağlaya oxumursunuz? Yox, mən bir şərqli olaraq, mən də şərq musiqisini xoşduram. Ola bilsin bu yaxınlarda ifadə edəcəm, amma türk mahnısı yox, hindi mahnısı. Yəni özümə daha yaxın olanı, bəli. Əlbəttə, söhbət bizdə yaxşı müğənnilər də var, yaxşı mahnılar da var. İndi mən bir Azərbaycanlı kimi gedib pisindən mütləq yapışmalıyım da. Başa bu bizim qədəm adət-ənənədir. Mən bildiyimə görə siz əksər işləri öz hesabınıza, yəni indiyə qədər qazandığınız bütün bunları eləyirsiniz də. Sizdə elə bir Azərbaycanlı olmur ki, hər hansı bir müğənni, yəni sizi görəndə, belə eləməsin, zəng eləsin, dedin ki, qızım, hər hansı bir bəlkə köməyim dəyə bilər və s. Belə bir şeylə olur ya, yox? Onların köməyi çox olub. Mənə ilk dəfə mən müsabiqədən sonra ilk dəfə bəstəkar Eldar Mansurov mənə bir neçə mahnı artıq aranjman olunmuş şəkildə, yəni belə təmənnası təbrik hədiyyə elədi. Ruhi xanım bir dəfə hətta mənə videoklip çəkmək istəyirdi. Sadəcə olaraq işlər oldu ki, yəni mahnımdan çox xoşu gəldi. Niyə videoklip eləmirsiniz? Mən onda biraz çox məşğul idim. Sözün düzü mahnının da həm də vaxtı çox keçmişdi. Yəni fikirləşdim ki, yersiz olar indi bu mahnı. Elə kakras yadına da saldıq indi. Bəli, namyoq elədi, ümidvarıq ki, bu klibi çəkəcəklər sizə. Sağ olun. Azərbaycanlı müğənnilərin qərbi inteqrasiyasına nə mane olur? İlk növbədə investisiya olmalıdır. Mən elə gəlir ki, hər bir Azərbaycanlı burada hansı ki, o çoxlu pulları tökürlər. Mən demirəm ki, Azərbaycanda show biznes inkişaf eləməsin. O pullar lazımdır tökmək və gedib media şirkətləri ilə müqavilə bağlamaq lazımdır ki, hansı ki, bu media şirkətləri, Universal, Warner, EMI, bu şirkətlər mahnılarımızı bütün dünyada yayımlasın. İnanın ki, musiqi çox böyük qüvvədir. Yəni, musiqi ilə bütün dünya Azərbaycanı 100% tanıya bilər. Bəs fikirləşmirsiniz ki, indi hansısa sponsor baxacaq, səsi olmayan birinin deməli mahnılarla bağlı gedib kiminlə fərqi yoxdur. Əgər orada iş görsələr, o səsi olmayan müğənnini də elə bəzi belə düzəldəcəklər ki, olacaq səsini artıq tək Azərbaycanlı olsun, tək eləsinlər. İlham, bizdə deməli adi tamaşaçılar, Bakı sakinləri, şəhərimizin qonaqları, Bakı Biz Razmerdə bildiyiniz kimi deməli suallar verirlər və indi sizə də suallar ünvanlanıb. Gəlin onları eşidə və siz onları səsləndirin. Namazlı mürvət. Kitab oxumaq yaxşı, yoxsa mahnı oxumaq? Kitab oxumaq. Axırıncı hansı kitab oxumusunuz? Finansist, Traizer finansist, amma yarıda qalıb, hələ qurtarmamışam. Aydındır, kitab oxumaq. Yaxşı, kitab oxumaq yaxşıdır. Bəs nəyə görə siz indi kitabxanada yox, burada gəlmişsiniz, mahnı oxursunuz? Çünki bu işimdir, kitab əyləncədir, hobbidir ona görə. Kitab əyləncədir. Belə də kitab o qədər də vacib deyil, əziz dostlar. Əsas mahnı oxumaqdır, amma kitab belə əyləncədir. Əyləncə ayrı şey, əyləncə səni dinləndirir. Amma burada isə işə görə, əksinə burada əziyyət çəkirəm. Aydındır. Amma İlham, mən sizə deyim ki, siz indi başa düşürəm, mahnı müğənniliyi siz əziyyət çəkirsiniz, amma bir çox insanlar üçün, bir çox yeniyetmələr üçün kitab oxumaq çox böyük bir əziyyətdir. İşgəncədir, hətta mən deyərdim. Gəlin daha bir suala qulaq asaq. Anar, sizin də cavabınız olsa, siz də verə bilərsiniz cavabı. Buyurun. Xanlar var, bəylər var, bəs niyə padşahlara da yoxdur? Xanlar var, bəylər var. Xanlar, bəylər. Niyə padşahlar yoxdur? Xanlıq, xan və bəy kiçik deyək ki, qəsəbələrin, dövlət, mənə elə gəlir, şəhərlərin xanlıqları olub. Padşah ümumiyyətlə böyük torpağın, necə deyərlər, böyüdür. Mən elə gəlir onun cəmi müstəsna haldır, yəni bir Azərbaycan dili ilə izah eləsək, necə cəmaat, xalq cəm halı olmadığı kimi padşah da elə bir şeydir. Başda sizin də nə danışırdınız? Mən Azərbaycan dilini izah elədim də, qrammatik. Deməsi, yəni padşah bir dənə olur. Müstəsna sözlərdən biridir və onun tərcümə olunub bizim söz deyil. İlham edin, İlhamə Qasımova, Anar Heybətova, hansı planlarınız var? Hansı yeniliklərlə siz xalqın qarşısına çıxacaqsınız? Və bundan başqa, ümumiyyətlə, bax, sizcə, siz nə vaxt Azərbaycanın əməkdar artistləridir, eşeğə min ata çatınca alacaqsınız, necə fikirləşirsiniz? Və siz inşallah ata çatınca, bax, nə vaxt bu eşeğə minəcəksiniz? Yəni, əməkdar artist sonra, deməli, bu atalar sözü mənə gülmür, bizim atalarımız belə deyiblər. O haqda fikirləşmirəm, fikirləşməyə də istəmirəm, çünki vaxtım yoxdur. Planlarımız belədir ki, biz teatrda işləyirik, Akademik Milli Dram Teatrında tamaşalarla inşallah tamaşaçıları sevindirəcəyik. İrəlidə bir neçə tamaşalar ki var, yeni tamaşalardır və xaricdən bizim teatra rejissor dəvət olunmalıdır. Bu saat onun yəni söhbətləri gedir. Xaricdən rejissor gəlib, hələ yox. Allah bilir, gəlib rolları böləndən sonra danışacaq.
Hamı indi tərifləyir. Hal-hazırda seriala çəkilirəm və qabaqda bir başqa bir filmə də dəvət almışam. Hələ o barədə danışmaq istəmirəm. İnşallah ola bilər ki, olmasın ona görə. Məndə belə şeylər olur. Yəni qabaqdan demək düşünür. Məndə belə olur da, həm misal üçün bir filmə düşürəm, hamı təbrik edir, mən özüm də çox sevinirəm. Bir gün qalmış nəsə alınmır, çəkilə bilmir. Aydındır. Bəs İlham, sizin hansı planlarınız var? Nə vaxt sizcə ad alacaqsınız? Bir sual vermək olar ilk öncə. Bizdə Azərbaycanda gənclər ümumiyyətlə neçə yaşa qədər gənc sayılır ki? Mən 40 bildiyimə yaşa görə 35 yaş. 30, mən 35-36 doğrudan. Yəqin ki, alaram da bundan sonra. Çünki Siz elə gənclik periyodundan çıxmışam mən. Yox. Alaram, həm də ki, mən qərar vermirəm. İkincisi, önəmli deyil mənim üçün. İnsanlar nə qədər, deyək ki, çox bəyənsələr mənim ifamı, özümü deyək ki, sevsələr, mən elə bil ki, xalq artisti olacağım, əməkdar artisti yox. Aydındır. Bundan başqa Azərbaycan xalqına son sözünüz kök altında. Çox sağ olun. Minnətdarım sizə əziz dostlar. Çox gözəl Azərbaycan xalqı. Sizə müraciət elədilər və ümidvaram ki, hər şey yaxşı olundu bu müraciət. Bu müraciətdən siz ikiniz də bu insanların belə sözlərindən siz nəticə çıxaracaqsınız. Mən artıq özümə nəticə çıxardım ki, susmaq doğrudan da qızıldır. Belə İlhamə Qasımov və Anar Eybətov idi bugün kök altında. Və məmnuniyyətlə mən onlarla şəkil çəkdirəcəm və İlhamə balıqlara allergiyanız, üzr istəyirəm, Azərbaycan dilində onu allergiya deyirlər. Allergiyanız yoxdur balıqlara? Bəli. Yoxdur. Xeyr. Sadəcə sizə gözəl bir vaxt keçirmək üçün bizim xanım qonağımıza böyük məmnuniyyətlə spa salona, böyük məmnuniyyətlə Firsbaya gözəl bir kupon var. Belə Anarda qalsın. Oldu.